Ne kadar yağlı yemeği yer. Arada da balık yemeği lazımdır ki dostlar kökəlməyək də. Ay, xəstəsiyəm bunu. Sizə bir şey soruşum. Belə balıqlardan qorxuram, uşaq da yeyəcək də. Bu mənə maraqlı gəlir də, qorxur adam. Bir balıqlardan zəhərlənmə falan olur dostlar. Yoxsa yəni təzə sveç almışam. Qalsa falan demirəm. Yəni ümumiyyətlə də yəni təzə alıram və yeyirəm. Uşağa görə qorxuram. Üstün bir yana. Dəqiqə. Bu da akşam yemeğimiz. Bence qəşəng görsənir. Diyərdim gəlin sizə də nuş olsun. Ama çox heyif ki deyə bilmirəm. Tuzlu yağ qəşəng. Oğlum, sən kartof da yeyirsən balam? Ne yeyirsən bəs? Ben tuzdan balık yedim ancak. Sadece balık. Göz hakkınızı halal edin. Axıra qədər çəkmək istədim. Çox dadlıdır. Arada məncə siz də belə şeylər yiyin. Bir də ki, evdəyəm deyə soğan yeyirəm. Normalda çölə çıxanda soğan yemirəm. Bir də ki, dostlar, zəhərlənərik yoxsa yox, onu deyin də, uşağa görə qorxuram. Mən eşitməmişəm. Ama bu ne balığıdır? Necə bilmirsən? Bu balıq nə bilmirsən? Bu ne balığıdır? Hələ